33 min manata 2 otaqlı evimizin təqdimata gəlmiş. Evimiz binədə 190 yolunun üstündə, Milli Marketin yanında. Abidələr tərəfə də yaxındır. Milli Marketin tam yanındadır. Belə bir ərazidə yerləşir. Qaz, işıq sağacı var, suyu quyu suyudur. Varata balaca varata qoyublar, amma yəni söküb darvaza qoysaz həyətə hətta bir maşını yerləşdirmək mümkündür. Rahat yerləşər. Belə bir görünüşə malik evdir. Sanitar qovşağı həyətindədir, gördüyünüz kimi. Bax, daxil olduq bu sanitar qovşağımız. Aksesuarları var və işləkdir. İlk daxil olaq, evin daxilindən tanış olaq. Evin bəzi divarları təkdaşlı, bəzi divarları qoşadaşlı. Çox divarı qoşadaşlı. Bax, giririk belə bir koridordur, gördüyünüz kimi. Koridordan otaqlara bölgüdür. Evi İran peçi ilə qızdırılır. Koridordan bura bir mətbəxə girişli. Mətbəx mebeli qalacaq, amma əşyalar götürüləcək. Bu bir yataq otağı, gördüyünüz kimi ölçülər genişdir. Bu da qonaq otağımız. Belə. Evimizin ölçüləri genişdir. Arası 50 kvadrata yaxın bir evdir. Divar kağızları var. Bəzi yerlərdə uşaq soyubdur. Belə bir ev. Qaz işıq sayğacda yenə deyirəm var. Qiymət 33 min manat. Binə Safxozda.